Salam dostlar, ümid edirəm ki, sizin hər şey qaydasındadır. Bugün YouTube konsepti üzrə növbəti videonu çəkməyə qərar almışam. Bunun üçün gözəl bir şəhər seçmişəm. Balaca, amma çox gözəl bir şəhərdir. Gedək görək orada başımıza nə gəlir. Dostlar, deməli gəldim, çatdım. Şükür Allah, sağ-salamat. Maşını da park elədim. Maşın da buradadır. Gəldim yer. Təxmini buradır. Burada bir dənə kilsə var belə. Bu yoldan düşməliyəm aşağı şəhər mərkəzinə tərəf. Ondan sonra da gedim görüm başıma nə iş gəlir. İndi sizə bilin ki, dağın başında qar görürsünüz yəqin ki. Dağın başında qar var. Mənim əlimdə isə tişört var. Hündürlüyü özünüz təsəvvür edin. Dostlar, burada deməli bir şey fikir verdim. Burada iki yol var. Bir sol tərəf gördüyünüz kimi velosiped yoldur. Sağ tərəf isə piyada yoldur. Və heç kim yoluna müdaxilə eləmir. Burada da gözəl bir mənzərə var. Buludlar da tamam başqa bir gözəllik qatır həqiqətən. Davam, getdik. Deməli dostlar, burada balaca belə bir şirin gül dükanı var. İçəridə qəşəng güllər var. Amma deyəsən sunidir. Suni güllər dükanıymış. Burada nədir belə? Buradakı da sunidir. Gedirik. Deməli, yaxınlaşdıqca mənzərələr daha da gözəlləşir. Burada bir dənə ördək var, dedim onu çəkim göstərim. Donub qalıb, sanki heykəldir, elə bildim heykəldir həqiqətən. Yox, həqiqi ördəymiş. Burada otel var. Yəni onsuz bura turistik bir zonadır, ona görə addım başı oteldir. 5 ulduzluymuş hətta burada. Şəhər mərkəzi belə görsənir. Buradan belə. Dostlar, deməli addım başı hər yerdə oteldir. Burada bir otel var. Burada bir restoran var. Otelin aşağısında yenə bir otel var. Qarşıda da bir dənə otel var. Adı Lutpol Hotel. 5 ulduzlu otel deyil, yox, 4 ulduzlu oteldir. Əminəm ki, oradan gözəl bir mənzərə açılır. Sizə mənzərəni göstərsəm. Nəyə görə? Çünki bu dağla qarşı-qarşı yerləşir. Dostlar, burada belə bir antik əşyalar satılır. Dedim, mən də baxım. Görüm qiymətlərlə tanış olum. Antik əşyadan daha çox, yəni əl işləri desəm daha doğru olar. Senesi isə həqiqətən çox maraqlıdır. Orada çinli qapılar var, gözümün çatdı. Dostlar, deməli bu şəhərin mistik bir qalası var. Həqiqətən çox gözəl bir qaladır. Onun da belə bir puzzle formasında deməli yığılmış maketdir. 19 avro 90 sentdir. Alardım, amma ki maşın çox uzaqdadır. Yəqin ki
Amma həqiqətən bu qalanı gəlməzdən əvvəl biraz araşdırdım. Çox gözəl bir yerdədir. Alp dağlarının açılan bir mənzərəsi var. Əgər vaxtım çatsa, inşallah gedib görəsiyəm. Amma bir məsələ var ki, həmin o qalaya gedən yol təmir işlərinə görə bağlıdır. Yəni uzun-uzadı yol getmək lazımdır. Bu gün inanmıram alınsın. Yəqin ki, bir daha gələsiyəm bu qala üçün. Yəni burada belə əl işləri var. 10 avroya. Yəni elə də baha deyil. Həqiqətən elə də baha deyil. Burada da qədim belə bir əşyalar var. Qiymətləri isə həqiqətən bahadır. Müzik box var orada 3600 avro. Növbəti müzik box 869. Yəni qiymətlər çox bahadır. Aşağıda bir dənə Teddy Limit Edition United Station Teddy 299 avro və bu balaca isə 69 avro 90 sent. Yəni qiymətləri biraz bahadır. Burada nə var? Belə bir saatlər var. Bavariya ait. Burada başqa nə var? Belə suvenirlər var. Maraqlıdır. 10 avrodan 25 avroya qədər. Burada suvenirlər var. Belə. Yəni yeni ilə ait şeylərdir. Burada qələmlər var. Xüsusi qələmlər. Oyuncaqlar və belə suvenir saatlar var. Burada satıcı gördüyünüz kimi ingiliscə başa salır müştəriyə. Müştəri yəqin ki, Alman dinə bilmədiyi üçün. Ümumiyyətlə, Bayerndə turistik zon olduğuna görə insanlar bir çox dillərdə danışa bilir. Buna aid fransız dili, ingilis dili və həmçinin İsveçrə almancası, Avstriya almancası daxildir. Deməli dostlar, burada puzzle'lar var. Sevirəm həqiqətən puzzle. Amma vaxtım yoxdur yığmağa. Burada böyle suvenirlər var. Bir dənə suvenir seçmək istəyirəm. Ördəklər var. Burada isə belə bir zinət əşyaları var. Həmçinin müxtəlif daşlardan hazırlanan. Həqiqətən çox qəşəngdir. Deməli dostlar, burada da bir çox ölkədə olduğu kimi belə bıçaqlar Perakende satış edilir. Məsələn, bunlar da ki, buradakı insanlar bıçaqları daha çox onun şampan və yaxud da ki, pivə açmaq üçün istifadə edilir. Yəni, onun bıçağında elə bir də əhəmiyyət vermirlər. Belə, burada da daha büyük bıçaqlar var. Daha kəskin bıçaqlar var. Gəldiyim yerdə. Burada isə daha başqa nə var? Gözümü çarpdı. Bunlar nədir? Yəqin ki, zingrovdur bu. Zingrovdur. Maraqlıdır. 9 avrodur. Burada da bir əl işləri var. Burada da ürəklər. Burada da qəşəng əl işləri var. Toxuma. Çox qəşəngdir bunlar. Görə bilərsiniz. Peki bunlardan bir dənə aldım. Maraqlıdır. Dostlar, ağır ki 20 dəqiqə axtarışdan sonra bunu almağa qərara verdim. Amma məsələ ondadır ki, bu paketdə olan yoxdur. Fərqli rənglərdədir paketdə olanlar. Bu açıqdadır. Ne soruşasıyam ki, yəni bunu götürə bilərəm. Paketdə yəni yoxdur. Görək nə deyirlər. Servus. Ich habe eine Frage. Ich wollte mal das haben, aber das sollte in der Verpackung gibt's nicht. Können Sie mir kurz helfen, bitte? Das ist eigentlich das da. Aber das ist ganz andere Farben. Deswegen, ich hätte mal noch grüne. Ja. Şuraya bir satsı bakır ne deyir.
Ja, sonst kann ich diese schnell gucken einpacken. Ah, die sind so fast gleich. Eigentlich gleich. Ja, fast gleich. Ne, kein Problem, dann Ja? kaufe ich das. Mhm. Dankeschön. Bitteschön. Und Kassenzettel. Vielen lieben Dank. Einen schönen Danke, Tag noch. danke. Tschüss. Deməli dostlar, suvenirimizi aldıq. Gedirik yuxarı tərəf. Bu gün 6-cı gündür. Ona görə həddən artıq insan var. Gördüyünüz kimi turistik bir zonada normaldır. Deməli bu şəhərin qısa bir tarixçəsini istəyirəm sizinlə paylaşım. Bu şəhər qədim Romaya qədər gedib çıxır. Bu şəhər hal-hazırda Bavariya əyalətində yerləşir. Münhendən bura 95 kilometrdir. Asburqa səhv etmirəmsə 85 kilometr. Amma həqiqətən çox gözəl bir yerdə yerləşir. Alp dağlarının ətəyində. Alp dağları sərhədi boyunca uzanır desəm daha doğru olar. Və əsrarəngiz bir gözəlliyi var. Gəlməyə dəyər. Dostlar, istədim ki, bu qalaya yollanarkən verdiyim bəzi məlumatlara düzəliş eləyim. Dostlar, məhz bu şəhər Münhendən 95 km deyil, 130 km aralıqda yerləşir. Çalışıram ki, verdiyim məlumatlar daha doğru düzgün olsun. Təbii ki, bəzən səhvlərə yol verə bilirəm. Böyük bir fərq eləmir, 39 km fərq edir, amma yenə də kimsə məsələn yorumlarda yaza bilər ki, səhvlik var. Təbii ki, normaldır, bəzən dalğınlığıma gələ bilər. Və həmçinin istədim ki, qeyd edeyim ki, əgər videonu bəyəndinizsə, like etməyi və takib etməyi unutmayın. Mənim üçün çox vacibdir. Dostlar, şəhərdə gəzərkən şəhərin qədimliyi həqiqətən insanı sanki həmin o keçmiş tarixə aparır. Ümumiyyətlə, şəhərin qorunub saxlanması, tarixi abidələrin çox gözəl bir şəkildə restavrasiya olması insanı heyran edir. Və qarşıda belə bir keçid var idi. Gördüyünüz kimi bu keçid heç də toxunulmayıb, olduğu kimi qalıb. Və buradan sanki yer üzünün cənnətinə daxil olursunuz. Və bir qədər irəlilədikdən sonra gördüyünüz kimi meşəlik və dağlar sizi qarşılayır. Buradan gözəl belə bir mənzərə açılırdı. Və qarşıda isə məni 3 yol ayrıcı gözləyirdi. Deməli dostlar, burada 2 yol var. Daha doğrusu 3 yol var. Biri yuxarıya gedir, qalaya tərəf. Qalaya da bilet səfərimizə 5 avroda orada gedəsiyəm. Biri düz, biri isə sola. Çaya tərəf gedir. Deməli, mən dedim birinci yuxarı qalxım. Deməli dostlar, bu şəhər bir neçə göllərin ətrafında yerləşir. Həmçinin çay yatağında. Deməli, şəhər Alp dağları boyunda uzanır. Şərqdə Ameriqav Alpen, cənubda Allgäu Alpen və Lehtali Alpenlə sərhəddir. Qərbdə isə Weissensee, yəni Weissen Ağgöl, şimalda Hopfensee, Hopfen gölü və Forgensee ilə, Forgen gölü ilə əhatə olunub. Sonra deməli, bu qalanın yanında bir balaca bir qala var. Ora qalxaram hazırda. Səsimdən də hiss elə bilərsiniz, təngi nəfəs oldum. Həqiqətən çox hündürdədir. Deməli, bu yüzden dedim birinci yuxarı qalxıb sonra aşağı qalxaram. Və möhtəşəm bir mənzərəsi var buradan da. Buradakı qala, baxın qala divarı buradadır. Və həmin qaladan mənzərəni göstərəcəyəm. Həqiqətən burada əsl manqal havasıdır. Daha doğrusu manqal havası, dilim dönmədi. Heyf ki, təbii ki, icazə verməzlər. Yəni ki, manqal üçün xüsusi yerlər var. Amma həqiqətən görməyə dəyər.
Dostlar, buradan isə dağa həqiqətən çox qəşəng bir mənzərə açılır. Dedim burada biraz oturum. Biraz yoğunluğum çıxsın. Dostlar, həqiqətən yer üzünün sanki cənnətindəyim. Orada da bir qala deyil əslində. Sanki köhnə bir fabrik olur. Bilmirəm nə qədər çalışır ya çalışmır və onun ətrafında isə çay axır. Maraqlıdır. Dostlar, deməli burada yetərincə gəzdim. Dedim həmin qalaya gedim. Buradan 5 dəqiqəlik məsafədədir. Gedək görək orada başımıza nə iş gəlir. Dostlar, deməli gəldim, qalaya çatdım. Yuxarı qalxım, daha doğrusu yuxarı qalxmalıyam. Dostlar, deməli bu qala divarlardır, yuxarı qalxmalıyam. Girişə doğru gedirəm. Burada isə mənzərə belədir. Sonra deməli burası girişdir. Artıq az qaldı, çatıram. Qadın üzr istədi. Şəkilə düşdüyünə görə dedim. O su videoya düşdüyünə görə dedim, problem deyil. Dostlar, çox az qaldı. Çatmışam demək olar ki. Dostlar, məsələ bundadır ki, bilet hardan alınır, onu bilmirəm yəni. Finansamt Kaufhagen. Burası vergi idarəsidir. Maraqlıdır. Qalada vergi idarəsi. Giriş hardadır? Desin giriş o tərəfdədir. Soruşum. Servus, ich habe eine Frage. Wissen Sie vielleicht, wo der Eingang ist? Der Eingang. Da, oder wo ich ein Ticket kaufen kann. Da ist der Finanzamt, da habt ihr schon. Ja, habt ihr schon geschaut? Ich glaube, der ist einer. Probier mal. Geh mal oben. Dankeschön. Deməli, dostlar. Dienstag bis Sonntag. İkinci gündən, bazar günü kimi. Saat 10-17'ye kadar açıqdır. Qiymətlər isə böyüklər üçün 6 euro, 50-lər üçün 5, uşaqlar pulsuzdur. Yəni kombi paket var 9 euro, yəqin ki bir neçə nəfərin olduğu zaman illik kartsı 20 eurodur. Maraqlı. Gəldik, buradayız. Tamam. Hi, servus. Ich hätte mal ein Ticket haben, bitte. One ticket? Ja. Yes. 6 euro, please. 6 euro. What's your language? English? Deutsch. Dutch? German. German? Ja. Okay. Ich habe eine Frage. Darf ich hier ein Video drehen? Ist erlaubt? Okay, danke sehr. Wenn Ja. Sie hier rechts beginnen, kommen die ersten Bilderausstellungen. Okay. Am Ende geht es raus zum Wehrgang und Sie können dann auf den Turm steigen. Super. Hat man einen schönen Blick über die Stadt. Ja. Da drüben ist Münchner Romantiker drin, Malereien. Und die Treppe nach oben sind dann die weiteren Räume, der Rittersaal und die weiteren Räume. Okay. Wenn Sie oben im Turm sind, ganz hinten, dann kann man in der Ecke die Fenster aufmachen. Okay, Fenster aufmachen. Dann haben Sie kein Glas beim Fotografieren vor Ja, der Linse. alles klar. Das war Ja. sehr nett. Vielen Dank. Bir tane galeri var. Zal var burada. Van qoyma var. Deməli bir çıxış 3 deməli sərgiyə gedir. Bura nədir deməli Künstler der Münchner Malerei im 19. Jahrhundert. 19-cu əsrdə yaşamış rəssamların əsərləri. İsmi, daha doğrusu adı Leihgabe von Dr. Hermann Pops. Maraqlı. Doktor Hormon tərəfindən Leihgabe səfərimizə, yəni buraya bəxş edilib, buraya ayrılıb. Dostlar, deməli aldıq məlumat kitabçamızı. Burada deməli girdik içəriyə doğru. Burada bir əsər var. Kimə aiddir? Kautzmann Paula aiddir. Maraqlı buradadır ki, deyəsən 1951-ci ildə ölüb. İndi işarə var, xat işarəsi var. 1874-cü ildə çəkilib, mənzərə
Kilsəyə doğru Klos kilsəsinə doğru açılan mənzərə Von Kaufbeuren. Yəni bu Kaufbeuren adlı bir qəsəbədir, ya yaxud şəhərdir. Burada da həmin şəxsin əsəridir, gördüyünüz kimi. Maraqlıdır. O zamanlar üçün təbii ki, əsərəngiz sayılardır. Bu zaman üçün də dəyərlidir, deyərdim. Təbii ki, bəzi əsərlər zaman keçdikcə dəyər daha da artır. Maraqlıdır. Yəni, bu əsər isə Wolfgang Josefə aiddir. Bu daha sadə bir şəkildir və gözəl bir şəkildir deyərdim. Dostlar, bir maraqlı əsər. Burada Hartmann Ludwig. Münhendə doğulub, Münhendə ölüb. Stute mit Fohlen. Həqiqətən, yəni Fohlen nə anlama gəldiyi. Fohle bilirəm, amma Fohlen bəlkə də səhvdir, yəni səhv deyirəm. Bir örtük mənasına gəldiyini bilirdim Fohlenin, amma Stute heç bir fikrim yoxdur. Və burada daha bir əsər var. İnsanların taxılı biçirlər əllə, təbii ki, bizdə də olduğu kimi. Və 1812-ci ildə Schleich doğulub, Harbachda, 1870-də ölüb. Adlanır Hohe Ernte. Bu taxıl deyilmiş, ot biçimi imiş. Əsərin adından bəllidir, mən taxıl olduğunu sandım. Belə dostlar, burada 3 dənə oturmaq üçün yer var. Otura bilərsiniz, keçirik növbəti əsərlərə. Deməli dostlar, burada daha bir əsər var. Əsərin müəllifi Liyer Adolf. 1826-cı Hermutda doğulub, 1882-ci ildə Brixində ölüb, auf dem Felde. Bu da sahibi bir şəkil. Sonra növbəti şəkil. Dostlar, deməli bu qalanın adı das Hobe Schloss. Yəni Hobe adında bir qaladır. Və bu haqda təbii ki, daha da məlumat verəsiyəm. İçərindəki məlumatı oxuyaraq sizə. Həmçinin burada bir yazı var. Achtung Alarm Attention. İngiliscə və alman dilində. Diqqət edin deyir. Toxunmayın. Yəni alarm var. Siqnal var. Həmin bu. Deməli, ara kəsmədə. Dostlar, deməli, burada belə bir xalça var. 2 dənə. Daha doğrusu. Və burada isə həmin bu qalada baş tutan müxtəlif tədbirlərdir. Gördüyünüz kimi maraqlıdır. Burada isə ümumiyyətlə əşyanızı qoya bilərsiniz. Oradan yenidən götürmək üçün. Belə, gedək. Dostlar, deməli, gedirəm növbəti girişə. Burada nə var? Tortum var. Vegang var. Ştet Galeri. Görək. Müxtəlif qala adları, şəhər qaleriyası və top qalası. Maraqlıdır. Burada bir əsər var. Dostlar, əsərlər desəm daha yaxşı olar. Bu kimin adına? Familie Brandt deyə 1802-1867 Öl auf Leinwand yağlı boyayla çəkilmiş əsərlərdir. Qorxdum ha. Qaş həqiqətən tərs baxır biraz. Burada isə istirahət zonası. Belə. Bu həqiqətən çox təbii çəkilmiş bir əsərdir dostlar. Əsərin müəllifi kimdir?
Öl offline band Oskar Lützowsen. Oskar Lützowsen. Qəribə bir adı var. Maraqlı. Toxta Tamara. Öl offline band. Ya bu həmin adamın adıdır. Öl offline band. Ya da ki müəllifi kimdir bilinmir. Maraqlı. Deyil. Amma öl normalda, yəni Almanca yağdır, yəni. İkinci qapı. Qaleriyadır, yəni ancaq şəkillər sərgi olunur və burada gördüyünüz kimi yenə bu isə ştat Bonnendir. Şəhər mənzərəsidir. 1915-ci ildə çəkilib. Təbii ki, xarici dil öyrənmək ömür boyu davam edir. Heç hər şey bilmək mümkün deyil. Belə, növbəti, bu da şəhər mənzərəsidir. Həmin bu qaladır. Bu daha çox, bu Hohe Schloss adlanır. Mən Hobe Schloss deyə oxumuşam. Yəni, baxa bilərsiniz, sanki B hərfidir, əslində H hərfiymiş. Belə, Hohe Schlossmuş burası. Yəni, hündür qala. Hündürdə də həqiqətən. Tamam dostlar. Gəldik növbəti giriş. Burada hətta kilsə var, maraqlıdır. Kilsə şəklidir, Muzeum der Stadtfüssen. Burada sahədə çəkilmiş bir şəkildir. Burada hər əsəri gördükdə artıq o, həmin o, belə deyək, illərə geri qayıtmaq olur. Yəni bu şəklə baxmaqla artıq insan keçmişi təsəvvür edə bilir. Az da olsa. Həqiqətən maraqlıdır. Bu isə yenə həmin şəhərdən bir mənzərədir. Burada giriş hissədə çəkilmiş. Maraqlıdır. Belə burada yenə yağlı boyayla çəkilmiş hissə. Burada yenə istirahət. Burada hətta məncə uzanmaq da olar. Bir insanın iki müxtəlif, belə deyək, geyimdə çəkilmiş əsərdir. Əvvəli, bu daha maraqlıdır məncə. Burada hər hansı bir ayindir, yerinə yetirirlər. Arxada kilsə, belə deyək, çalışanlardır, rahiblər falandır, yəqin ki. Burada diz çökürlər. Hər kəsin təbii ki, özünün andığı olur. Və bizə də hörmət eləmək qalır. Deməli dostlar, burada bir pəncərə var. Deməli dostlar, buradan belə bir pəncərə vardı, oranı açdım. Və mənzərə həqiqətən mükəmməl mənzərəsi var. Oradakı göl görürsünüz. Yəni sözlə ifadə edilməyəcək hisslərdir. Möhtəşəm, sadəcə. Dostlar, deməli, burada belə bir cihaz var. Deməli, bura 2 avro daxil etməklə 2 dənə pul, belə deyək, daha doğrusu simvolik həmin bu pul vahidindən əldə etmək olur. Məsələ ondadır ki, biri məhz bu qalanı təsvir edir, digəri isə Neuschwanstein, yəni həmin o dediyim qala ki var, ora hələ ki gedə bilmədim. Yəni, ikisindən birini əldə etmək olur. Təbii ki, 4 avro daxil edib ikisini də götürmək olar. Mən istərdim ki, Schloss Neuschwanstein'i götürüm və simvolik olsun. Dirək o qala ilə çıxa biləcəyimi. Deməli dostlar, 2 avro daxil edirəm. Basıram. Və düşdü. Yəni ki, buradadır. Dostlar, deməli, belə bir əskinazdır, təbii ki. Yəni, dəyəri yoxdur, dəmir parçasıdır. Söz olaraq simvolik bir məna daşıyır, maraqlıdır. Bu yazılar Türm və Bischoff yəqin ki, köhnə zadəgan isimləridir. Belə deyərdim, bəlkə də yanılıram, amma heç bir dəqiq məlumatım yoxdur. Deməli, burada bizi
Belə bir mənzərə qarşılayır. Deməli dostlar, burada aslında həm məlumat, qalanın içərisində olan saat qülləsi haqqındadır və tikinti tarixidir. Burada deməli 6.6-nın 5.8-ə ölçümündədir, maraqlı. Və 15-ci əsrin sonlarında 27,1 metr hündürlüyündə 1900-cü ildə həmin bu şəkil çəkilib. Şimaldan çəkilmiş bir şəkildir. Maraqlıdır. Burada müəyyən bir şeylər var. Nə anlama gəldiyi, nə bileyim, 1604 yəqin ki, hər hansı bir tarixdir. Belə, çoxdur məlumat. Ümumiyyətlə qalan tarix haqqında və həm bu saat tarix haqqındadır. Belə, maraqlıdır. Buradan isə yenidən bir pəncərələr bağlıdır. Bu pəncərələr isə bağlıdır, açmağa icazə yoxdur. Və burada növbəti bir pəncərə var. Bu da açılmır. Amma mənzərəsi də mükəmməldir. Görürsünüz, oradan çay axır. Çayın rəngi həqiqətən çox mükəmməldir. Orada hətta stadion da var. Yəni, bu şəhərdə doğulan mən deyərdim ki, şanslı insanım. Burada hətta görürsünüz, ən hündür nöqtəsi deyərdim. Bu tərəfdən baxanda dağın ətəyində hətta qar da var. Bəli. Bu qaqaş isə burada nə ilə məşğul olub, o da maraqlıdır. Yəqin əsgərdir, amma əlindəki silah da həmin vaxt bildiyim bazuka yəni tipli bir silah olmayıb. Bu nədirsə, yəqin almanlardırsa, bəlkə də o vaxt onu da istəsə eləyiblər. Qalxırıq yuxarı dostlar. Dostlar, qalxıram yuxarı. İnanıram ki, mənzərə təkcə mən yox, həm də siz də elan eləyəsiniz. Getdik. Dostlar, həqiqətən çox yoruldum. 3-cü mərtəbəyə qalxıram. Burada qapı qarşılayır məni. Gəldim, çatdım. Bura deyəsən. Bura qala şey olub, mətbəxi. Buradan isə pişirib eləyiblər. Burada duranlar, yəni ki. Qalanın təhlükəsindən cabdi olan insanlar burada yemək pişiriblər həm də. Sonra burada növbəti qala haqqında məlumat. Burada isə qalanın daha uzaqdan çəkilmiş formasıdır. Mən sustum susmağını, aşağıdakı qadın səsi möhkəm çıxır. Bu aynı açılmadı. Bəlkə bu açılar. Bu da açılmadı. Maraqlıdır. Yəni təhlükəsizlə bağlıdır. Burada belə bir mənzərə açılır. Ola bilər. Dostlar, o ujasdır. Burada deyərdim. Çox hündürdür. Biraz başım hərləndi desəm yaxşı olar. Hündürdən qorxmasam belə yenə də başım hərləndi. Getdik dostlar, getdik aşağı. Deməli, bileti aldığım şəxs dedi ki, yuxarıda mənzərəni müşahidə edə bilərsən, pəncərəni açaraq baxdıq. Dostlar, burada isə uşaqların çəkdiyi rəsmlərdir və qalaya belə deyək bağışlayıblar. Maraqlı. Mən işlədiyim yerdə olur, bəzən müştərilər gəlir uşaqları o qədər xoşlarına gəlir ki, bizim zoopark və bizə çəkdikləri rəsmlər gətirirlər. Mən də onun qarşılığında onlara hədiyyə verirəm. Deməli dostlar, qala manzəramız bitdi. Gedək görək başımıza nə iş gəlir. Göllər tərəfə getmək istəyirəm. Bizim göllərə də baxın. Ondan sonra isə yolaq evə. Deməli dostlar, gedirəm indi. Burada Lex ismində bir çay var. O çay hətta bizim şəhərimizdə keçir. Onun üzərində bir körpü var. Oraya gedirəm. Oradan gözəl bir mənzərə açılır. Sonra burada da bir
müzeyi var. Qala kompleksində müze eləyiblər, maraqlıdır. Gedirik. Burada böyle bir qala var, kompleksi var. Həmin o çöpəyə gəldik, çatdıq dostlar. Həqiqətən burada gəlin yaşayan qoz olmaz. Möhtəşəm. Deməli dostlar, körpü üzərindən iki yol ayrılır. Sola, sağa, sağdan həmin dediyim qalaya doğru getmək mümkündür. Bilirsiniz, dağlara tərəfdə. Həmin o qala dağların ətrafında yerləşir. Və deyək, daha yaxın bir ətəyində desəm daha doğru olar. Bir də burada da bir restoran var, maraqlıdır, amma sağlamlıq problemindən dolayı çöldə yemək yemək mənim üçün biraz çətin. Burada da belə evlər sırayla düzülüb. Bu evlərdən ümumiyyətlə Almaniyanın bir çox yerlərində rast gəlmək olur. Tipik Alman evlərdir, gördüyünüz kimi. Amma təbii ki, köhnə, belə deyək, dəbdə tikilən evlərdir bunlar. Sadəcə reservasiya olunub. Yeni dəbdə tikilən evlər biraz fərqlidir. Belə həmin küçələrlə gəzə-gəzə maşına doğru gedirəm artıq. Deməli, burada da ara küçələrini gəzirəm. Bu divarda diqqətimi çəkdi, maraqlıdır. Sonradan reservasiya olunub. Küçə həqiqətən çox gözəldir. Bəzən insan sual verir, niyə bizdə də belə deyil? Təbii ki, bəzi şəhərlərimizdə var. Şəki, Qaka belə. Çox az yerdə, amma Almaniyanın bir çox şəhərlərində bu adi bir haldır. İnsanlar təbiəti, qəbimi olan şeyləri dəyərli olduğunu bilir, ona görə qiymət verir və qorumağa çalışırlar. Dostlar, zaten 3 saat yarım gəzdim. Biraz tez gələ bilərdim, sadəcə işlərim var idi. Və bu şəhər çox hoşuma gəldi. İstəyirəm görmədiyim yerləri növbəti qalaya gəldiyim zaman daha ətraflı gəzdim. 7-8 saat inşallah. Belə. Hətta maşın yerini bir unutmuşdum. Yaxşı ki, telefonda yazmışam. Mən dostlar istədim bu mənzərə ilə də yekunlaşdırım və evə gedirəm inşallah. Maşını yolu sağa park eləmişəm, qısa dedim mənzərə ilə sizi. Burada hətta balaca qayıqlarla istirahət edirlər. Belə.